سخنگویان دولت شریر آمریکا هی تکرار میکنن که ما در کنار مردم ایرانیم. دروغ میگید. اگر در کنار مردم ایران هم باشید برای این است که خنجر زهرآلود خود رو به سینه مردم ایران فرو کنید. Həzrəti Ayətullah Xameneyi öz ustadları barəsində belə deyir. 1343-cü ildə müqəddəs Məşhəd şəhərinə qayıtdıqdan sonra təhsilimi davam etdirməklə bərabər Övzədə tədris etməklə də məşğul idim və 1349-cu ilə kimi fiqh dərslərində də iştirak eləyirdim. Numuzəc və Səmədiyyə kitablarını Məşhədin Süleyman xan mədrəsəsində, ondan sonra Suyuti və Müğnidən bir qədərini elə həmin mədrəsədə Məsud adlı bir şəxsin yanında oxudum. Böyük qardaşım Seyyid Məhəmməd Nəvvab mədrəsəsində dərs oxuyurdu və bir otağı da var idi. Mən də sonralar onun yanına gedərək həmin dərslərin kənarında məalim oxumağa başladım. Elə həmin günlər idi ki, atam mənə Mühəqqiq Hillinin Şərayeül İslam kitabını oxumağı məsləhət gördü. Düzdür, bu kitab dərslik üçün nəzərdə tutulmamışdı. Amma atam fikirləşirdi ki, mənim irəli getməyimə kömək ola bilər. Elə də oldu. Atam mənə Şərayenin əvvəllərindən dərs deməyə başladı. Elə ki, həcc bölməsinə çatdıq, atam mənə məsləhət gördü ki, lümə dərslərində iştirak edim. Çünki qardaşım Şərh-i Lümə kitabının həcc bölməsini oxumağa başlayırdı. Sən də gəl lümə dərslərində iştirak et. Mən dedim ki, bəlkə mən heç bir şey başa düşmədim. Atam dedi ki, başa düşərsən. Mən də bu dərslərdə iştirak etdim və başa düşdüm. Lümənin 4/3 hissəsini atamla, qalanını isə mərhum Ağa Mirzə Müdərris yazdı ilə oxudum. Şərh-i Lüməni qurtardıqdan sonra mərhum Ayətullah Hacı Şeyx Haşim Qəzvininin Məqasib və Rəsail dərslərinə getdim. O, mərhum Hacı Mirzə İsfahaninin şagirdlərindən idi və Məşhədin 1-ci dərəcəli ustadlarından hesab olunurdu. Mən Nəcəfdə və Qumda çoxlarının dərslərinə getmişdim. Amma onun kimi xoşbəyan bir şəxs görməmişdim. Rəsail və Məqasibin mühüm hissələrini onun yanında, qalanını isə atamla oxumuşdum. Atamın köməkləri mənim dərsdəki müvəffəqiyyətlərimdə çox böyük rol oynamışdır. Ona görə də rəsmi tələbəliyimin ilk əvvəllərindən xaric dərslərinə kimi 5 il yarım çəkdi. Yəni, səth dövrünü 5 il yarıma kimi oxudum. Xarici dərsləri mərhum Ayətullahül Üzma Milaninin yanında oxudum. Dərin elmə malik, təhqiqatçı və Məşhədin mərcələrindən idi. 1334-cü ilə kimi 1 il üsul, 2 il yarım isə fiqh dərslərində iştirak elədim. Bunu da deməliyəm ki, Məşhəddə olarkən bir müddət Ayətullah Hacı Şeyx Haşim Qəzvininin xaric dərslərinə getdim. O elə bizim çox təkid etdiyimizə görə
bir xaric dərsini başladı. Mərhum Hacı Şeyx Haşim bütün nəzəriyyələri geniş surətdə deyər, sonra da rədd edərdi. Məşhəddə Ayətullah Mirzə Cavad Ağa Tehraninin fəlsəfə dərsinə də getdim. O, mərhum Hacı Molla Hadi Səbzivarinin Mənzumə və Mətalib kitablarının dərslərini deyər, sonra da dəlillərlə onun nəzəriyyələrini rədd edərdi. Həqiqətdə mənzumə deyil, mənzumənin rəddi dərsi idi. Belə ki, fəlsəfə oxuyan dostlarımdan biri deyərdi: sənin bu dərsə getməyin məsləhət deyil. Çünki belə olan surətdə sən hikmətin mənasını başa düşməzsən. Buna görə də yaxşı olardı ki, sən hikmətə etiqadı olan bir nəfərin yanına gedəsən və bu dərsi onunla oxuyasan. Mən onun sözünü qəbul etdim və Ağa Şeyx Rıza İsa adlı çox fəzilətli, savadlı və hikmət elminə etiqadı olan bir şəxsin yanına gedərək mənzumə dərsini oxumağa başladım. Sonra isə mən Nəcəfə gedərək böyük ayətullahların Həkim, Xoyi, Şahrudi, Ağa Mirzə Baqir Zəncani, Mirzə Həsən Yəzdi, Ağa Seyyid Yəhya Yəzdinin dərslərində iştirak etdim. Amma bütün bu dərslər arasında Ayətullah Həkimin dərslərindən çox xoşum gəldi. Çünki çox səlis, rəvan və gözəl fiqhi nəzəriyyələri vardı. Tusi məscidində dərs deyən Ayətullah Ağa Mirzə Həsənin də dərslərindən xoşum gələrdi. Belə ki, Nəcəfdə qalmaq qərarına gəldim və fikrimi məktubla atama bildirdim. Lakin atam bu fikirlə razılaşmadı və mən Məşhədə qayıtdım. Bir neçə müddətdən sonra Quma yola düşdüm. Qumda bütün dərslərdə iştirak edərək ən çox xoşuma gələnini aradım. Ayətullah Ağa Mürtəza Hacı Şeyxin və Ayətullahül Üzma Burucerdinin dərslərini bəyəndim. Fiqh və üsulda daim imamın dərslərinə gedər, fəlsəfədə isə Əllamə Təbatəbainin əsfar və şifa dərslərindən istifadə edərdim. Ayətullah Xameneyi fiqh və üsuldan əlavə İslam fəlsəfəsi, rical, dirayə, heyət və sair təhsil və tədris etmişdir. Onunla birgə dərs oxuyan və çalışanların dediyinə görə, bütün bu illərdə böyük vəzifələrdə işləməsinə baxmayaraq, heç vaxt dərs və tədrisdən qalmamışdı. İşində olan dəqiq nəzmə görə həmişə mütaliə, xüsusilə fiqh sahəsində təhqiqə məşğul olmuşdur. Hüccətül İslam vəl Müslimin Haşimi Rəfsəncani bu barədə belə buyurur: mən özüm 1338-ci ildən onun xidmətində olmuşam. Dərslərdə birgə iştirak edərdik. Elmi müzakirələrimiz olardı. İndi bizim aramızda olan və ictihadlarında heç kimin şəkk etmədiyi şəxslərin çoxundan üstün olmasa da, o vaxtlar Ayətullah Xameneyi heç onlardan aşağı da deyildi. Dərslərini çox yaxşı qavrayardı. İnqilab uğrunda mübarizə zamanı heç vaxt mütaliə və dərslərini unutmazdı. Onun dərsə və elmi müzakirələrə olan marağı o qədər böyük idi ki, Qum Elmiyyə Hövzəsinin fəzilətli alimlərindən bir qrupu ondan gələcək planları barəsində soruşduqda belə dedi: İnşallah Quma gələrək prezidentlik dövrü qurtardıqdan sonra orada illərlə həsrətində olduğum işlə, dərs və elmi müzakirə ilə məşğul olacağam. Ayətullah Xameneyi, bu şücaətli və təqvalı mücahid bütün bərəkətli ömründə həmişə qələm, dil və silahla mübarizə etmişdir. Xüsusilə 1341-ci ildə imam özünün böyük İslami qiyamını başladıqda bir dəqiqə də olsun
təlaş və cihaddan qalmadı. Bütün bu mübarizələrin şərhi üçün neçə cild kitab lazımdır. Lakin biz bunlara yalnız qısa surətdə işarə edəcəyik. Ayətullah Xameneyi bu barədə deyir: Mübarizə və siyasi məsələlər meydanına daxil olmağıma gəlincə, deyə bilərəm ki, bu il mərhum Nəvvab Səfəvinin 31-32-ci illərdə Məşhədə gəlməsi xəbərini eşitməyimlə başladı. Gizli bir cazibə məni mərhum Nəvvaba tərəf sövq edirdi və onu görməyi çox arzuluyurdum. Onun mədrəsəmizə gəldiyi gün ömrümün ən unudulmaz günlərindən biri idi. Bəli, bir gün xəbər verdilər ki, Nəvvab mən oxuduğum Süleyman xan mədrəsəsinə gəlmək istəyir. Heç yadımdan çıxmaz. O, bir neçə İslam fədailəri ilə birgə mədrəsəmizə daxil oldu. Hamısı da məxsus dəri papaqlar qoymuşdular və kəskin şüarla söhbət etməyə başladı. Söhbətinin məzmunu bu idi ki, İslamı diriltmək lazımdır və gərək İslam hökumət eləsin. Sonra çox qızğın bir nitqlə şahı, İngilisi və məmləkətin məsullarını yalançılıqda ittiham etdi və dedi: Məsullar müsəlman deyildirlər. Mən mərhum Nəvvabın bu sözlərini birinci dəfə idi ki, eşidirdim. Onun sözləri ürəyimə o qədər yatdı ki, istədim həmişə onun yanında olam. Elə orada məlum oldu ki, cənab Nəvvab mədrəsəsinə gələcəkdir. Sabahı mərhum Nəvvab cəmaatla birgə Məhdiyyədən Nəvvab mədrəsəsinə doğru hərəkət etdi və yolun ortasında uca səslə şüar verdi: Ey qeyrətli müsəlman qardaşım, İslam gərək hökumət eləsin. Mədrəsəyə daxil olduqdan sonra çox həyəcanlandırıcı bir söhbət elədi və namaz vaxtı gəlib çatdıqda onun imaməti ilə namaz qılındı. Məşhəddən getdikdən sonra daha ondan heç bir xəbər olmadı. Bir müddətdən sonra onun şəhadət xəbəri Məşhədə gəlib çatdıqdan sonra hamımız o qədər qəzəblənmişdik ki, mədrəsənin həyətində durub şahı söyürdük. Bu hadisədən nəzərə çarpan nöqtə budur ki, mərhum Ayətullah Hacı Şeyx Haşim Qəzvini Məşhəddə yeganə ruhani idi ki, mərhum Nəvvabın şəhadəti ilə əlaqədar əksül əməl göstərdi. O, dərsdə mərhum Nəvvab Səfəvinin və yoldaşlarının hakim rejim tərəfindən şəhadətə yetirilməsini şiddətli tənqid atəşinə tutdu və dedi ki, gör bizim məmləkətin işi hara çatıb ki, Peyğəmbərin balasını həqiqəti demək üstündə öldürürlər. Elə o vaxtdan məndə İslami inqilabın ilk qığılcımları yarandı. Və mənim heç bir şək və şübhəm yoxdur ki, bu atəş qəlbimdə mərhum Nəvvab tərəfindən yaradıldı. 34-35-ci illərdə mərhum Nəvvabın şəhadət ilində bizim birinci mübarizə hərəkatımız başlandı.